Şəxsən mənim internetsiz, telefonsuz, kompütersiz, YouTubesuz dövrüm olub. Şagirdlər hazırlamaqla məşğul idik. Bu gün adamlar var ki, yalnız kompüter vasitəsilə, telefon vasitəsilə şagird hazırlayırlar. İsa barədə şəhadət edirlər. Əllərini batırmırlar. Adamlarla şəxsən görüşmürlər. Onlara yaxın olmurlar. Onları vəftiz eləmirlər. İsa barədə danışmırlar. Şagird hazırlamırlar. Ancaq Facebooka yaxud YouTube'a məlumat yerləşdirmək düşünürlər ki, şagird hazırlayırlar. Müjdəni vəz edirlər. Allaha itaat edirlər. Çox xahiş edirəm. Bununla kifayətlənməyin. Həyatınız elə bundan, şagird hazırlamanız elə bundan ibarətdirsə, siz nəyisə səhv başa düşmüsünüz. Adamların arasında fəal olmalıyıq. Səmərə oradadır. İnternet yaxşıdır, lakin başqa şeylər də eləyin. Çox xahiş edirəm.